Artıq ev almaq üçün müraciətləri Sima imza ilə etmək mümkündür. Bunun üçün ilk növbədə elektron hökumət portalı saytına daxil oluruq. Sağ yuxarı küncdə yerləşən portala giriş düyməsini seçirik. Açılan pəncərədə digər üsullar bölməsindən Sima imza ilə daxil oluruq. QR kodu skan etdikdən sonra şəxsi kabinetimiz açılır. Burada bir çox xidmət mövcuddur. Bütün xidmətləri, buradan isə Azərbaycan Respublikasının ipoteka və kredit zəmanət fondunu seçirik. Açılan siyahıda bu əməliyyatlardan birini seçmək mümkündür. İpoteka kreditinin verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi, sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi. Hazırda nümunə olaraq ipoteka kreditinin alınması bölməsini seçirik. Açılan səhifədə müraciətlər bölməsindən ipoteka kreditinin alınmasını seçdikdə, sistemə ilk dəfə giriş etdiyimiz zaman fərdi məlumatların işlənməsi üçün müvafiq sənədi Sima imza ilə imzalayırıq. Daha sonra isə kredit tarixçəsinə baxılması üçün razılıq ərizəsi